Ümumiyyətlə, deməli, bir şey əvvəlcə nəzərə almaq lazımdır ki, dünyada siyasi, iqtisadi qaydaların sil başdan təkrardan yazıldığı bir dövrü yaşayırıq və buraya xüsusilə texnologiyanın, daha da konkret olaraq süni zəka məsələsinin və buradan yaradılan yeni cihazların və sair daxil etdiyimiz zaman Çinin pozisiyasının nə dərəcədə həlledici olduğunu görürük. Yəni müqayisə üçün Avropa Birliyi artıq Çinin texnoloji inkişafı qarşısında son dərəcə geridə qalmış vəziyyətdədir, hansı ki modern inqilablar ortaya çıxmışdı və s. Beləliklə artıq biz eyni zamanda 4-cü sənaye inqilabını yaşayırıq. Yəni yeni bir dijital, yəni elektron bir dünya reallığı var və bu mənada Çin son dərəcə ciddi bir tərəfdaşdır və dünya artıq tək qütüblü bir dünya deyil, bir çox qütblərin olduğu, bir çox imkanların olduğu bir məsələdir və Avrasiyadakı baş verən bu iqtisadi, siyasi establishment çərçivəsindəki dəyişikliklər Azərbaycanın coğrafi, geosiyasi pozisiyasından hərəkətlə son dərəcə strateji bir mövqeyə gətirib çıxarmışdır və Azərbaycan dövlətinin də, hökumətinin də təkidlə izlədiyi rasional bir siyasətin nəticəsində bu geosiyasi və coğrafi mövqeyini əlverişli bir, deyək ki, qazanca çevirməyə çalışır və buna da nail olmuşdur. Çin bu çərçivədə Azərbaycan-Çin münasibətləri biz bildiyimiz kimi cənab prezidentin ziyarətindən əvvəl qarşılıqlı olaraq müxtəlif səviyyədə ziyarətlər olunur. Yəni bu ziyarətin deyək ki, altyapısı əvvəlcədən ciddi şəkildə hazırlanmışdı və Azərbaycan prezidentinin böyük bir heyətlə Çinə səfəri və oradakı gördüyü hörmət, siyasi baxımdan gördüyü hörmət və sizin açılıqda qeyd etdiyiniz kimi münasibətlərin hərtərəfli səviyyəyə çatdırılması bu Azərbaycan üçün son dərəcə əhəmiyyətli bir məsələdir. Çox maraqlıdır, bunu da xüsusilə mən vurğuluyum. Elə Çin mediasında, Çinin dövlət saytlarında və digər medialarda da Azərbaycan prezidentinə olan görüş xüsusi yer ayrılmışdı və çox geniş tərkibdə əslində təqdim olunmuşdu ictimaiyyətə. Bəli, bilirsiniz, mən müxtəlif çıxışlarımda qeyd etməyə çalışıram. Azərbaycan hökumətinin, Azərbaycan prezidentinin bu atdığı addımlar 21-ci əsrdə Azərbaycanın pozisiyasını möhkəmləndirməyə çalışmaqdır. Çünki əvvəldə qeyd etdiyim kimi qaydaların sil başdan yenidən yazıldığı bir mərhələdəyik və hər dövlət, hər millət öz gələcəyi üçün uğurlu və ya uğursuz addımlar atmağa çalışır. Azərbaycanın xüsusilə ikinci müharibədən sonra atdığı addımları və onun nəticəsini görürük. Çünki enerji məsələsində yeniliklər var, texnologiya məsələsində radikal yenilikləri var və Azərbaycan burada önəmli bir mərkəz olaraq, önəmli bir deyək ki, ölkə olaraq tərəfdaşlıqlarını genişləndirməyə çalışır ki, bu çərçivədə Çinlə olan münasibətlər son dərəcə əhəmiyyətlidir. Yəni orada Azərbaycanın Tayvanı Çinin ərazi bütövlüyü tanıması son dərəcə əhəmiyyətli məsələdir. Çünki bu məsələ sadəcə enerji tərəf məsələsi deyil, eyni zamanda siyasi bir məsələdir. Çünki bütün bu münasibətlər, ona görə düşünürəm ki, bu Azərbaycanın gələcəyi nöqteyi nəzərindən son dərəcə əhəmiyyətli bir məsələdir. Çünki xüsusilə son, deyək ki, texnoloji inqilab məsələsində Çin dünyadakı iki önəmli destinasiyadan biridir. Yəni o və Azərbaycanın deməli bu əməkdaşlığı qurması və münasibətlərin hərtərəfli səviyyəyə çatdırılması və Çin tərəfinin bunu deklarasiya edilməsi son dərəcə Azərbaycan üçün əhəmiyyətli bir qazançdır və vizaların da qarşılıqlı şəkildə deyək ki, ortadan qaldırılması da bu həm iqtisadi əlaqələrin genişlənməsi, həm Azərbaycan dövlətinin son dövrlərdə deməli iqtisadi gəlirlərin diversifikasiya edilməsi üçün turizmə deyək ki, diqqət ayırmasını nəzərə aldıqda turizm üçün də son dərəcə deyək ki, ciddi bir potensialdır. Çünki dünyada Çin turistləri ciddi bir deyək ki, bir qazançdır dırnaq içində. O baxımdan son dərəcə əhəmiyyətli və uğurlu bir deyək ki. Və əslində Azərbaycan bir yaşıl enerji məsələsində də təşəbbüslər irəli sürür. Bilirik ki, yəni hətta işğaldan azad olunan ərazilərdə də artıq yaşıl şəhərlərin və s. qurulması məsələsi də gündəm olan mövzulardandır. Uzun müddətdir ki, bu üstündə işlər gedir və Çin də bu mövzuda çox irəliləyən ölkələrdən. Yəni düşünürsünüz ki, bu mövzularda da bizə beləsi töhfələri olacaq Çin təcrübəsinin? Əlbəttə, bilirsiniz, ziyarətin ikinci günündə cənab prezident Çinin böyük enerji şirkətlərindən deyək ki, rəhbərliyi ilə də deyək ki, heyəti ilə bərabər görüş keçirilmiş və bunlar müzakirə edilmişdir. Bilirsiniz ki, artıq bu Azərbaycan və Çin arasında enerji çərçivəsində müəyyən əlaqələr artıq var və hətta orada bəzi texniki məsələlər də deyək ki, müzakirə edilib və eyni zamanda bununla bərabər yenilənmiş enerji çərçivəsində də əlaqələrin, məsələn, külək enerjisi və s. əlaqələrin yaradılmasıyla bağlı da müzakirələr aparılıb və imzalar atılıbdır. Çünki Çin bu çərçivədə də deyək ki, yeni enerji çərçivəsində də son dərəcə əhəmiyyətli bir təcrübəyə sahibdir, bazaya sahibdir və Azərbaycanın da bu sahədəki keçmişi ortadadır ondan sonra. O baxımdan bu ikinci gündə müzakirə olunub, düşünürəm ki, bunun da yəqin ki, biz nəticələrini yaxın zamanda görəcəyik, yəni əməkdaşlıq çərçivəsində.